Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu nüvə reaksiyaları, istilik nüvə reaksiyaları, zəncirvarı nüvə reaksiyaları, nüvə reaktoru və şüalanmanın udulma dozası olacaqdır. Keçən mövzumuzun izahına nüvə reaksiyası nədir? Baxın, atom nüvələrinin ayrı-ayrı elemental zərrəciklərlə və ya bir-biri ilə qarşılıqlı təsirdə olub, başqa nüvələrə çevrilməsi adlanır nüvə reaksiyası. Baxın, nüvə reaksiyasının kiçik bir elə bir simvolik işarəsini burada qeyd etmişəm. Yəni X1 nüvəsi X2 nüvəsi ilə qarşılıqlı təsirdə olub, başqa nüvələrə çevrildi. Nüvə reaksiyasını hansı zərrəciklər yarada bilər? Məsələn, nüvə reaksiyasını alfa zərrəcik yarada bilər, nüvə reaksiyasını proton yarada bilər, nüvə reaksiyasını neytron yarada bilər, sonra hidrogenin izotopları yarada bilər. Sonra nüvə reaksiyası zamanı reaksiyadan əvvəlki yük ədədləri reaksiyadan sonraki yük ədədlərinə bərabərdir. Sonra reaksiyadan əvvəlki kütlə ədədlərinin cəmi sonraki kütlə ədədlərinin cəminə bərabərdir. Ona görə də nüvə reaksiyası zamanı yük və kütlə ədədləri üçün saxlanma qanunu ödənilir. Sonra nüvələr kütlə ədədlərinə görə 3 yerə ayrılır. Məsələn, kütlə ədədləri 50-dən kiçikdirsə yüngül nüvələr, kütlə ədədləri 50-dən böyük 100-dən kiçikdirsə orta nüvələr, kütlə ədədləri 100-dən böyükdürsə, bu isə artıq olacaq nə cür nüvələr? Ağır nüvələr. Sonra nüvə reaksiyaları enerjinin ayrılması ilə gedə bilər, bir də udulması ilə gedə bilər. Reaksiyadan əvvəlki nüvələrin kütlələri reaksiyadan sonraki nüvələrin kütlələrindən böyük olarsa enerji ayrılır, olur eksotermik reaksiya. Kiçikdirsə olacaq nədir? Endotermik reaksiya. Və nüvə reaksiyası zamanı çıxış enerjisinin düsturunu bura qeyd etmişəm ki, məsələlərdə istifadə edə bilərik. Sonra nüvə reaksiyasının baş verməsi üçün əsas şərtlərdən biri qarşılıqlı təsirdə olan zərrəciklər və ya nüvələr bir-birinə nüvə qüvvələrinin təsir radiusuna qədər yaxınlaşmalıdır. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə həmin nüvə reaksiyasına elə bir ki, misal olaraq bəzi testləri qeyd etmişəm. Məsələn, 24 nömrəli testdə bizdən nə soruşur? 24 nömrəli testdə burada hər hansı bir kimyəvi elementdir. Bir zərrəciklə qarşılıqlı təsirdə olub, başqa nüvəyə və bir də burada bir dənə proton alınıb. Və deyir ki, həmin zərrəciyi tap. Sual işarəsinin yerinə bir X yazırıq, yuxarı A-sını yazırıq, aşağı Z-ini. A və Z-i tapmaq üçün nədən istifadə edirik? Məsələn, reaksiyadan əvvəlki, baxın, nüvənin kütlə ədədi 41-dir. Bura yazırıq 41 üstəgəl A, yəni həmin naməlum olan zərrəciyin kütlə ədədini yazırıq, bərabərdir 44 üstəgəl 1. Yəni, reaksiyadan əvvəlki kütlə ədədləri sonrakına bərabər olmalıdır. Buradan A-nı tapırıq 4. Artıq 4 tapmışlıqsa, biz elə deyə bilərik ki, bu hansı zərrəcikdir? Alfa zərrəcikdir. Məsələn, yük ədədini tapmaq üçün reaksiyadan əvvəlki yük ədədlərinin cəmi 19 üstəgəl Z bərabərdir 20 üstəgəl 1. Buradan da tapırıq ki, Z bərabərdir 2. Deməli, bu oldu hansı zərrəcik? Bu oldu alfa zərrəcik. Keçək digər testimizə. Məsələn, burada bizə 31 nömrəli test, eyni ilə 32 nömrəli test, eyni tipli testlərdir. Burada isə reaksiyanı artıq özünüz yazmalı. Məsələn, burada reaksiya hazır şəkildə yazılmışdır. Amma indi isə reaksiyanı özünüz yazmalı. Deməli, uran ağır nüvədir. Uran nüvəsi neytronun təsiri ilə bölünür. İndi gəlin reaksiyanı yazaq. Deməli, uran kütlə ədədi 235, yük ədədi 92, üstəgəl neytron. Neytronun simvolik işarəsi 0,1 yazırıq və bərabərdir, yəni ox işarəsi qoyaq. Buradan 2 element, yəni atom nüvəsidir 139, 54, üstəgəl burada digər element, yəni atom nüvəsi 94, 38 və üstəgəl X neytron və bizdə buradan artıq neytronların sayını soruşur. Qeyd edim ki, bu əslində zəncirvarı nüvə reaksiyası baş verir. Neytronun yük ədədi olmadığına görə neytronun sayını tapmaq üçün biz kütlə ədədlərinin, yəni kütlə ədədinin saxlanma qanunu tətbiq edəcək. Reaksiyadan əvvəlki kütlə ədədlərinin cəmi 235 üstəgəl 1 yazırıq 236 bərabərdir. Digər nüvələrin kütlə ədədlərini yazırıq 139 üstəgəl 94 üstəgəl X neytron. Yəni biz neytronun sayını tapmalıyıq. 236, burada da bizə neçə verəcək? 233. 236-dan 233 çıxmaqla
biz neytronların sayını tapırıq. Deməli, neçə sərbəst neytron alındı? 3 dənə sərbəst neytron ayrıldı. Buna deyilir zəncirvari nüvə reaksiyası. Yəni, reaksiyanı yaradandır. Yəni, uran neytronla qarşılıqlı təsirdə olmuşdur. Yəni, neytron uran nüvəsinə daxil olmuşdur. Reaksiyanı yarada, reaksiyanın sonunda yaranırsa, buna deyilir zəncirvari nüvə reaksiyası. Hətta baxırsa, əvvəlcə bir neytron idi, sonda neçə neytron yarandı? 3 neytron yarandı ki, burada da neytronların sayı artır. Eyni ilə 32 nömrəli testi, eyni testi. Sadəcə testin şərtində nə verib? Burada deyir ki, yenə eynidir. Neytronun təsiri ilə bölünür. Eyni reaksiyanı yazıb neytronların sayını tapacaqsınız. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə istilik nüvə reaksiyası haqqında məlumatı qeyd etmişəm. Yəni, çox yüksək temperaturda yüngül nüvələrin birləşmə reaksiyası istilik nüvə reaksiyası adlanır. Günəşdə və ulduzlarda gedir. Baxın, burada hidrogenin 2 izotopudur. Deməli, deuterium və tritiumdur. Həmin növ izotoplar birləşərək bir alfa zərrəcik və bir də neytron alınmışdır. İndi istilik nüvə reaksiyasına baxın, bu yazılışı digər testimizə baxaq. 29 nömrəli testdə. 29 nömrəli testdə bizdə nə verir? Bir istilik nüvə reaksiyası zamanı 2 protonun birləşməsi. Biz reaksiyanı yazmalıyıq. Yəni yazaq, 2 proton, deməli 1, 1, üstəgəl 1, 1. Mən hidrogenin protium izotopunu yazdım, belə hidrogen yaza bilərik. Bu zaman birləşməsi zamanı deuterium nüvəsi deyəndə 1, 2 və bir neytrino yüksüz bir zərrəcikdir, yükü və kütləsi olmayan. Və deyir ki, bu zaman hansı zərrəcik artıq birdən hansı zərrəcik ayrılır? Həmin zərrəciyi bilmirik, yuxarı yenə X, A, Z yazırıq və zərrəciyin A-sını tapmalıyıq. Reaksiyadan əvvəlki kütlə ədədlərinin cəmi, baxın, 1, 1, bizə verir 2, bərabərdir. Burada yenə 2, üstəgəl A. Bu zaman biz tapdıq ki, bu elementin, yəni bu zərrəciyin kütlə ədədi 0-dır. Yük ədədini tapaq. Reaksiyadan əvvəlki kütlə yük ədədləri 1 üstəgəl 1, 2 bərabərdir. Burada 1 üstəgəl Z. Buradan da tapırıq ki, Z bərabərdir 1-ə. Deməli, biz tapdıq ki, həmin elementin kütlə ədədi 0-dır, yük ədədi isə müsbət 1-dir. Bu bizdə olacaq A variantı. Buna deyilir ki, bu elektronun əkiz zərrəciyi olan pozitrondur. Keçirik 30 nömrəli testə. 30 nömrəli test isə nəyə soruşur bizdə? Bu artıq qaydadır. İstilik nüvə reaksiyaları zamanı plazmanın, yəni yüksək temperaturu nəyə görə lazımdır? Qeyd edək ki, istilik nüvə reaksiyası dedik ki, yüngül nüvələrin birləşmə reaksiyasıdır. Nüvə də müsbətdir. Aydındır ki, həmin nüvələr bir-birini Kulon qüvvəsi ilə itələyir. Kulon qüvvəsi ilə itələyirsə, deməli, bu reaksiya getməyə bilər. Həmin Kulon qüvvəsinə üstün gəlmək üçün həmin nüvələri çox yüksək temperatura qədər nə etmək lazımdır? Qızdırmaq lazımdır və ondan sonra Kulon qüvvəsi dəf olur və bu zaman reaksiya baş tutur. Deməli, doğru cavabımız oldu burada hansı variant? C variantı. Digər səhifəmizdə isə zəncirvari nüvə reaksiyasının, baxın, baş vermə şəklini qeyd etmişəm. Əvvəldə də qeyd etdim ki, zəncirvari nüvə reaksiyası nədir? Yəni, reaksiyanı yaradan. Baxın, bu urandır, burada neytron. Neytron uran nüvəsinə daxil olur. Bu zaman 2 başqa atom nüvəsi, baxın, 3 dənə sərbəst neytron yaranır. Həmin yaranan sərbəst neytronlarda qarşılarına çıxan uran nüvəsini parçalayır və getdikcə neytronların sayı nedir burada? Artır. Baxaq digər səhifəmizdə. Digər səhifəmiz isə elə zəncirvari nüvə reaksiyasının baş vermə şərtlərini qeyd etmişəm. Zəncirvari nüvə reaksiyasının getməsi üçün neytronların artma əmsalı K vahiddən böyük və ya ona bərabər olmalıdır. Bir də, məsələn, zəncirvari nüvə reaksiyası gedən tutaq ki, elementin, yəni nüvənin, burada uranı qeyd etmişəm. Uranın kütləsi, uran üçün müəyyən olunan böhran kütləsinə bərabər və ya ondan böyük olmalıdır. Əgər kiçik olarsa, nüvə reaksiyası baş verməz. Sonra, digərində isə nədir böhran kütləsi? Zəncirvari nüvə reaksiyasının getməsi üçün tələb olunan ən kiçik uran kütləsi nə adlanır? Böhran kütləsi. Məsələn, uran üçün böhran kütləsi 48 kiloqram, bəzi kitablarda buna 50 kiloqram da verir. Pluton üçün, məsələn, plutonium üçün isə, həmin plutonium izotopu üçün isə bu 10 kiloqramdır.
Yəni məsələn uranın kütləsi 48 kiloqramdan kiçik olarsa, bu zaman nədir? Reaksiya getməyəcək. Yəni bura gedir. Deməli uranın kütləsi böhran kütləsindən böyük və ya bərabər olarsa, zəncirvarı nüvə reaksiyası baş verə bilər. Sonra ümumiyyətlə nüvə reaksiyası 3 mərhələdə gedir. 3 mərhələdə deyəndə bu asılıda neytronların artma əmsalından. Əgər neytronların artma əmsalı vahiddən kiçikdirsə, bu zaman reaksiya sönür. Neytronların artma əmsalı vahidə bərabərdirsə, stabil reaksiya gedir. Neytronların artma əmsalı vahiddən böyükdürsə, artıq burada idarə oluna bilməyən nüvə reaksiyası baş verir. Yəni neytronların sayı sürətlə artır. Digər səhifəmizə baxaq. Burada isə nüvə reaksiyası gedən, yəni idarə olunan zəncirvarı nüvə reaksiyası gedən qurğu nüvə reaktoru adlanır. Və nüvə reaktoru hansı elementlərdən ibarətdir, onlar qeyd olunub ki, mütləq testlərdə bilməniz vacibdir. Çünki, məsələn, tüm test toplusunda görəcəksiniz ki, bu suallar bizdən soruşur. Məsələn, nüvə reaktorunda nüvə yanacağı olaraq, yəni nədən enerji alınır? Uran və plutondan. Sonra, nüvə reaksiyasını qeyd etdik ki, yaradan ən yaxşı zərrəcik neytrondur, özü sürəti kiçik olan neytronlar. Bunun üçün nüvə reaktorunda istifadə olunur neytron yavaşıdıcısı. Neytron yavaşıdıcısı olaraq ağır su və qrafitdən istifadə olunur. Sonra reaksiya zamanı ayrılan enerji, yəni istilik ötürücüsü buxar generatoruna ötürmək üçün, yəni istilik ötürücüsü olaraq soyuq su və maye natriumdan istifadə olunur. Sonra tənzimləyici qurğu, yəni tənzimləyici çubuqlar olaraq kadium və ya bor çubuqlarından istifadə olunur ki, həmin çubuqlar nüvə reaktorunda işçi zonaya daxil olmaqla onlar neytronları asanlıqla udulur və neytronları udmaqla reaksiyanı tənzimləyirlər. Məsələn, çubuqlar tamamilə aktiv həcmə daxil olduqda neytronların artma əmsalı vahiddən kiçik olur. Əgər çubuqlar aktiv həcmdən çıxarılarsa, neytronların artma əmsalı vahiddən böyük olur. Əsas deməli yadda saxlayacağımız nə olmalıdır? Məsələn, nüvə reaktorunda nüvə yanacağı uran və pluton, neytron yavaşıdıcısı ağır su, qrafit, istilik ötürücü su, maye, natrium, reaksiyanı tənzimləyən çubuqlar isə kadium və ya bor çubuqları. Sonra digər səhifəmizdə isə artıq ümumiyyətlə şüalanma zamanı şüalanmaya insan orqanizmini, ümumiyyətlə təkcə insan orqanizmi deyil, bütün ətraf mühit şüalanmaya məruz qala bilər və bu isə şüalanmanın udulma dozası adlanan bir fiziki kəmiyyətlə xarakterizə olunur. Şüalanmanın udulma dozası D hərfi ilə işarə olunur. Enerjinin kütləyə olan nisbətidir. Buradan vahidi 1 joule doluşum kiloqram və bu da 1 qrey adlanır. Sistemdən kənar vahidi isə rentgen götürülür. Digər səhifəmiz artıq bizdə tətbiqlə bağlıdır. Məsələn, gəlin tətbiq üzərindən testlərimizə baxaq. Məsələn, verilib ki, Wilson kamerası. Qeyd edək ki, yüklü zərrəcikləri qeydə alma üsulları var. 4 dənədir. Wilson kamerası, HG sayğacı, qabarcıqlı kamera, qalın laylı fotoemissiya üsulu. Məsələn, Wilson kamerasının iş prinsipi zərbə ilə iyonlaşmaya əsaslanır. Sonra şüalanmanın udulma dozası burada D variantıdır. Məsələn, keçək burada 10 nömrəli testimizə. Hansı zərrəcik sükunətdə ola bilməz? Bu fotondur. Çünki foton dedik ki, sükunət kütləsi yoxdur. O yalnız şüalanma və udulma zamanı meydana çıxır və yaranan kimi də dərhal hərəkət edir. Sonra hansı zərrəcik elektrik yükünə malik deyil? Məsələn, burada neytrondur. Digər testi isə bu nədir? Fotondur. Sonra 13 nömrəli test bizdə Wilson kamerası ilə bağlıdır. Məsələn, Wilson kamerasında yüklü zərrəcik ifrat doymuş buxarda hərəkət edir və hərəkət edən zaman trayektoriya cizir. Zərrəciyin trayektoriyasına görə onun enerjisini, trayektoriyanın eninə görə isə onun yükünü müəyyən edilir. Baxırıq, enerji trayektoriyanın uzunluğu ilə düz mütənasibdir. Məsələn, burada verilib bizə ki, trayektoriya L1 böyükdür L2-dən. L1 L2-dən böyükdürsə, onda Y1 də Y2-dən böyükdür. Sonra verilib trayektoriya eni, yəni izin eni verib. D1 böyükdür D1-dən, D1 kiçikdir D2-dən. Qeyd etdik ki, Q də N-lə düz mütənasibdir. Onda Q1 kiçikdir, nə yazacaqsınız? Q2-dən.
Baxaq hansı variantımızdır? Y1 Y2'dən böyükdür. Q1 də kiçikdir Q2'dən. Doğru cavabımız olur B variantı. 14 nömrəli testdən oxşar tipli testdir. Sonra burada qeyd olub ki, Hegel sayğacı hansı məqsədlə istifadə olunub? Hegel sayğacı iyonlaşdırıcı şüalanmanı qeyd etmək üçündür. Sonra Wilson kamerası hansı məqsədlə istifadə olunur? Yüklü zərrəcikləri qeyd etmək üçün. Məsələn, baxaq 7 nömrəli testə. 7 nömrəli testdə bizdən nə soruşur? Deyir ki, nüvə reaktorunda zəncirvarı nüvə reaksiyasının stasionar getməsi üçün, qeyd etdik ki, stasionar getməsi üçün neytronların artma əmsalı vahidə bərabər olmalıdır. Bu B variantı. Sonra deyir ki, nüvə reaksiyası söndür. Nüvə reaksiyasının sönməsi üçün neytronların artma əmsalı vahiddən kiçik olmalıdır. Bu da bizdə C variantı. Y bölümdə dedik ki, nədir? Şüalanmanın udulma dozası B variantı. Bunlar artıq asan testlərdir. Keçək digər səhifəmizə. Digər səhifəmizdə baxın, 33 nömrəli testdə bizdən nüvə reaksiyası, radioaktivlik verib, radioaktiv şüalanma verib. Deyir ki, radioaktiv çevrilmədə element Mendeleyev cədvəlində yerini necə dəyişir? Mendeleyev cədvəlində elementin yerini necə dəyişdiyini bilmək üçün biz yük ədədindən istifadə etməli. Baxaq. Reaksiyadan əvvəlki nüvənin yük ədədi Z yazıb. Buradan bərabərdir. Burada 2 alfa zərrəcik şüalanıb. 1 alfa zərrəciyin yük ədədi 2-dirsə, 2 dənədirsə, bura 4 yazırıq. Burada bir beta zərrəcik də şüalanıb. Beta zərrəciyin yük ədədi -1-dir. Üstə gəl -1 yazsam, elə işarə dəyişəcək. -1 və deyir ki, Y elementinin, yəni Y nüvəsinin yük ədədini tapa. Buna Z iştirik deyək. Burada Z iştirik bərabərdir. Alırıq Z çıxılsın 3. Deməli, əmələ gələn nüvənin yük ədədi əvvəlki nüvənin yük ədədindən 3 vahid azdır. Bu isə o deməkdir ki, element Mendeleyev cədvəlində əvvələ doğru 3 xana sürüşür. Məsələn, əgər biz çətinlik çəkiriksə tapmaqdan, onda bu Z-ə biz 18 deyək. 18-dən mən 3-ü çıxsam, deməli, element Mendeleyev cədvəlində əvvələ doğru hansı xanaya düşə bilər? 16-cı xanaya. Onda 16-ya düşmək üçün daha doğrusu 15'ə düşə bilər. 15'ə düşmək üçün o neçə xana qabağa sürüşməlidir? 3 xana doğru cavabımız olur. C variantı. Sonra eyni ilə 34 nömrəli testdə bizdə yenə elementin Mendeleyev cədvəlində yerini soruşur. Mendeleyev cədvəlində elementin yerini tapmaq üçün biz yük ədədindən istifadə edirik. Baxıq, reaksiyadan əvvəlki yük ədədini bizə Z verib. Buradan bərabərdir. Alfa zərrəcikdir. Burada artıq 1 alfa zərrəcik olduğuna görə 2 yazırıq. Sonra 2 beta zərrəcikdir. Üstə gəl -2 işarə dəyişir olur 2. Burada da Z iştirik və biz tapırıq ki, Z iştirik bərabərdir Z-ə. Bu isə o deməkdir ki, elementin Mendeleyev cədvəlində sıra nömrəsi dəyişmədi. Digər isə vahidlərdir bizdə. Məsələn, burada Grey vurulsun kilogram yazır. Qeyd etdik ki, Grey bizdə joule bölünsün kilogramdır. Baxın. Grey bizdə joule bölünsün kilogramdır. Burada Grey'in yerinə joule böl kilogram yazsaq, kilogramlar qısar gedəcək. Bizdə qalır 1 böl saniyə qalır. 1 böl saniyə də bilirik nəyin vahididir. Gəlin baxaq, nədə səhv elədim. Və bunun yerinə nə yazdık biz? Joule bölünsün, daha doğrusu kilogram yazdık. Alında burada joule bölünsün saniyə. Joule böl saniyəyə baxın, düstura keçsək. A böl T, A böl T də bizdə gücün düsturudur. Deməli, alırıq nədir? A variantı. Sonra 43 nömrəli testdə. Farad vurulsun voltun kvadratı. Farad vurulsun voltun kvadratı ilə bizə joule verir. Çünki enerji düsturundan W bərabərdir. C U kvadratı bölü 2. Deməli, bu bizə joule verdiyinə görə biz burada alırıq joule bölünsün kilogram. Joule bölünsün kilogram olacaq ilə şüalanmanın udulma dozası olur. D variantı. Məsələn, 44 nömrəli testdə kulonun kvadratı bölünsün farad. Kulonun kvadratı bölünsün farad. Bu da enerjidir. Düsturu yadımıza salırıq ki, Q kvadratı böl 2C. Kulonun kvadratı bölünsün faradın əvəzinə indi biz yuxarı surətdə joule, məxrəcdə də kilogram var. Joule bölünsün kilogram bizə verir şüalanmanın udulma dozası. Sonra baxaq burada bir 35 nömrəli testdə. İstəyir 35, 36, 37 bunlarda reaksiyanı yazmalıyıq. Məsələn, 35 nömrəli testdə reaksiyanı nə cür yazacaq? Gəlin reaksiyanı yazaq. Buradan mən bir vərəq götürüm. Alt vərəq üzərində tam rahat biz onu yaza bilək. Baxaq.
Deməli 35 nömrəli testdə biz reaksiyanı yazmalıyıq. Baxaq, reaksiyanı yazaq. Deməli, burada nə verilib bizə? Bizə verilib N azotu verib. Deməli, 14, 7. Üstə gəl, neutronun təsir ilə bir bombardman etdik. Yəni, o neutronla qarşılıqlı təsirdə olur. Deməli, yazaq 0,1 bərabərdir. Bu zaman naməlum bir element yaranıb. Yazırsınız X, A, Z və üstə gəl alfa zərrəcik. Üstə gəl alfa zərrəcik deyəndə yazırıq helium 2, 4. Baxaq. İndi həmin elementi tapmalıyıq. Deməli, reaksiyadan əvvəlki kütlə ədədlərinin cəmi 14 üstə gəl 1 bizə verir 15. Deməli, A-nı tapdıq 15. Yük ədədi 7 üstə gəl 0 bərabərdir. Z üstə gəl 2 tapırıq 5. Deməli, biz nə tapdıq? Kütlə ədədi 15. Yük ədədi isə neçə tapdıq? Baxın, görün burada hardasa. Aha, burada diqqətli olaq. 14 üstə gəl 1 bərabərdir. Yeridən gəlin yazalım. 14 üstə gəl 1 bərabərdir. A üstə gəl 4. Deməli, A-nı neçə tapırıq biz? Burada A-nı tapırıq biz 11. Sonra yük ədədində neçə tapdıq? Yük ədədi 7 üstə gəl 0 bərabərdir. Z üstə gəl 2. Yük ədədini tapdıq 5. Baxırıq 5 və 11 olur. Hansı variant? Oldu B variantı. Məsələn, digər testdə 36 nömrəli testdə indi yenə azotu verib bizə N 14, 7 üstə gəl alfa zərrəciklə bombardman edilib. Onu yazırıq helium 2, 4 kütlə ədədi 4-dür. Bu zaman naməlum bir element yaranıb X, A, Z və nəticədə bir də proton. Bu yazırsınız proton 1, 1. İndi həmin elementin kütlə ədədini tapmalı. 14 üstə gəl 4 alırıq. 18 bərabərdir. A üstə gəl 1. Buradan A-nı tapırsınız. A-mız neçə oldu? A-mız oldu 17. Sonra yük ədədini tapırıq. 7 üstə gəl 2, 9 bərabərdir. Z plus 1. Buradan Z-i tapırıq. Neçə tapırıq? 8. Gəlin baxaq. 8, 17. Oldu hansı variant? Oldu Y variantı. Məsələn, 37 nömrəli testdə eynidir. Sadəcə mütləq reaksiyanı yazması. Burada alüminiumu verib bizə. Gəl yazaq. Deməli, alüminium. Kütlə ədədi 27, yük ədədi 13-dür. Alüminium indi protonla bombardman edilir. Onu yazırıq proton 1, 1 bərabərdir. Yəni, oxşarəsi qoyulur. Bu zaman bir alfa zərrəcik helium 2, 4 və birdən naməlum element yaranır və həmin elementi tapmaq tələb olunur. Yük və kütlə ədədlərinin saxlanma qanunu tətbiqidir. 27 üstə gəl 1. Ondan da 4 çıxsa, ondan kütlə ədədini biz neçə tapdıq? Tapdıq 24. Çünki 28. 13 üstə gəl 1. 14. 14-dən də 2-nə çıxdıq. Yük ədədində neçə tapdıq? Yük ədədində tapdıq 12. Baxırıq, biz nə tapaq? 12 və 24 oldu. Nədir? Magnezium. Digərləri isə bizdə vahidlərdir. Vahidləri tapmaq asandır. Sonra baxın, məsələn, 47 nömrəli testdə. Bir ki, elemental zərrəcik. Elemental zərrəcik odur ki, o bölümdür. Bunlardan bizə elektrondur, yəni əsas zərrəciklər, maddə zərrəcikləri, digəri isə protondur. Məsələn, bir ki, elemental zərrəcik deyil. Bu artıq atom. Məsələn, atomun nüvəsində proton var, elektron var, neutron var, bir də elə alfa zərrəciyin özü. Sonra 49 nömrəli test. 49 nömrəli testdə də reaksiyanı yazmalısınız. Məsələn, burada nədir bizə? Deyir ki, nüvə reaksiya zamanı nüvə protonu udur. Yəni, bu hər hansı bir atom nüvəsidir. A, Z yazılır. O protonu udur. Yazırıq proton 1, 1. Məsələn, mən protonu yazdım. Bərabərdir və alfa zərrəcik şüalandırır. Helium 2, 4 və nəticədə, baxın, alfa zərrəcik şüalanır. Nəticədə nüvənin kütlə ədədi, baxın, indi üstə gəl, bir başqa bir element yarandı. Buraya yazırsan A iştirik, Z iştirik. Aha, deməli, alfa zərrəciyi şüalandırır. Nəticədə Z iştiriki soruşur bizdə. Aha, Z iştiriki yox, kütlə ədədi necə dəyişir? Gəlin baxaq. Reaksiyadan əvvəlki kütlə ədədimiz A üstə gəl 1 bərabərdir. 4 üstə gəl A iştirik. Buradan A iştiriki tapaq. Buradan A iştirik bərabər olacaqdır. Deməli, A üstə gəl 1 çıxılsın, üstə gəl 1 çıxılsın nədir? 4. Onda biz nə tapırıq? A iştirik bərabərdir. A çıxılsın nə tapırıq? A çıxılsın 3. Onda biz nə aldıq? Nəticədə nüvənin kütlə ədədi neçə vahid azaldı? Nüvənin kütlə ədədi 3 vahid azaldı.
Eyni ilə 50 nömrəli test elədi. Sadəcə 50 nömrəli testdə bizə yenə nüvə reaksiya zamanı nüvə protonu udur. Aha, eyni test nüvə protonudur. Hə, burada yük ədədini soruşur. Deməli, hər hansı bir nüvə yazaq. X, A, Z, üstəgəl protonu uddu 1, 1. Bu zaman nə yarandı? Bu zaman alfa zərrəci şüalandırdı, yəni helium 2, 4 və bizdən soruşur ki, yaranan nüvənin yük ədədini, yəni Z ştriki soruşur. Yazırıq Z üstəgəl 1 bərabərdir 2 üstəgəl Z ştrik. Buradan Z ştriki tapırsınız. Z ştrik bərabərdir Z üstəgəl 1 çıxılsın 2. Buradan da Z ştrik bərabərdir Z çıxılsın 1. Biz nə tapdıq? Deməli, bu zaman yük ədədi 1 vahid azaldı. Doğru cavabımız olacaq. Hansı variant? Doğru cavabımız olacaq. C variantı. Keçək digər səhifəmizə. Baxaq. Digər səhifəmizdə də yenə reaksiyalar verilib bizə. Məsələn, nüvə reaksiya zamanı müsbət yüklü zərrəciklərə böyük miqdarda kinetik enerji nəyə görə lazımdır? Bayaq qeyd etdik ki, məsələn, bayaqki testdə deyir ki, yüksək temperatur nəyə görə lazımdır? Yüksək temperatur onlar böyük kinetik enerji alıb kulun itələmə qüvvəsinə üstün gəlməsi üçündür. 52 tipli testdən yazdıq. Eyni ilə 53 tipli testdən də yazdıq. 53 tipli test nədir? Məsələn, baxın, burada neytronu verib, neytron uranla reaksiyaya girib və bizdən əmələ gələn nüvəni soruşur. Yazıram mən bu testi yenə sizin üçün. Mən yazaq, bura yazaq. N demək 0,1 neytron üzərinə uran gəlib 235 və yazaq. 92. Bu zaman aralıq bir nüvə əmələ gəlib, artıq mən onu yazmıram. Bəs nəticədə neçə neytron var? Baxın, 1, 2, 3 dənə neytron yaranıb, 3, 0, 1. Üzərinə gəlib, burada hansı elementdir? Baxın, səhv etmirəmsə, biraz qaranlıq görsənir. 142, baxın, bayram 142, baxın, 142. Kütlə ədədi isə neçədir? 96. Diqqətli olun. Üzərinə gəlir X, A, Z-i soruşur. Yəni, həmin nüvəni soruşur bizdən. Gəlin, biraz böyüdüm mən bunu. Çünki bir balaca, mən onu görə bilmirəm. Aha, 142, 142, baxaq. Deməli, 142, 56-dır. Baxın, 142, 56-dır. Mən onu ora neçə yazmışam? Mən 96 yazmışam. Silək onu oradan. Baxın, 142, 56-dır. Yazaq 56. İndi biz A-nı tapdıq. Deməli, 235 üstəgəl 1 yazırıq. 236 bərabərdir. 3 dənə neytron üstəgəl 142 üstəgəl A. Buradan da A bərabərdir. Deməli, biz nə edəcək? 236-dan nəyə çıxmalıyıq? 236-dan çıxmalıyıq. 145-i. Və nə yarandı burada? 1. Buradan da neçə alırıq? 91. Deməli, kütlə ədədi bizdə olmalıdır. 91. Baxın, bu ikisinə baxırıq. Tapdıq kütlə ədədini 91 tapdıq. Deməli, A-nı tapdıq 91. İndi yük ədədini tapaq. Deməli, 92 yük ədədi. 92 bərabərdir. 56 üstəgəl Z. Buradan da 92-dən 56-nı çıxsaq, burada neçə qalacaq bizdə? 6. Buradan biri getdi. Burada da 36. Deməli, oldu cavabımız hansı variant? Y variantı. Baxın, reaksiyanı yazıb, kütlə və yük ədədlərini tapırsınız. Keçirik hansı testimizə? 56 nömrəli test. 56 nömrəli testdə bizə deyir ki, Hegel sayğacında kondensatorun tutumunu verib, sonra burada iyon cütlərinin sayını verib və gərginliyi soruşur. Bu zaman kondensatorun tutumunun C bərabərdir Q bölünsün U düsturunu yazırıq. Burada C bərabərdir Q-nün yerinə burada Q bərabərdir N düsturundan istifadə etməklə U. Buradan da bizdən gərginliyi soruşur. Deməli, U bərabərdir N vurulsun Y bölünsün C. Düsturda qiymətləri yerinə qoymaqla özünüz həll edirsiniz. Burada baxın, kondensatorun tutumunu 32 pikofarad verir. Mütləq çevirməsiz. Piko 10 üstü mənfi 12-dir. Qiymətləri yerinə qoyub həll edərsiniz. Sonra isə 57, 58, 59, 60 bunlar eyni tipli testdir. Eyni tipli testdən mən sizin üçün birini yazıram, tutaq yazıram 59 nömrəli testi. Deməli, deyir ki, bir uran nüvəsi bölüləndə buna yazırsınız ki, U0 bərabərdir 200 mega elektron volt. Bir uran nüvəsi bölünəndə ayrılan enerji,
enerji ayrılır. Burada da verib ki n bərabərdir 2,39 uran nüvəsi bölünənlərsə nə qədər enerji ayrılır? Biz yazırıq U bərabərdir. Deməli, n vurulsun U0, bir nüvə. İndi n dənəsi bölünə bilər. Buradan U bərabərdir. Molekulyar fizikada belə bir düsturumuz var idi. Molekulların sayı üçün n bərabərdir. N vurulsun Na bölünsün molyar kütlə. Həmin düsturu burada nəzərə alırıq. Na bölünsün molyar kütlə vurulsun U0. Bu uyğun qiymətləri yerinə yazmaqla. Baxın, 4 məsələnin 4'ü də bu düsturla həll olunacaq. Molyar kütlə olaraq, baxın, burada kütlə ədədindən istifadə edəcəksiniz. Hesablayaq. Deməli, U bərabərdir. Deməli, M-i bizə neçə verib? 2,39 qram verilib. Çünki burada elə molyarı da qramlandı. Onu çevirmə etmirəm. Deməli, N-amız 6 vurulsun 10 üstü 23'dür. Sonra U0'ımız 200 mega elektron voltdur. Molyar kütləyə də neçə yazırıq? Molyar kütləyə də yazırıq 239. Deməli, bu 200'ün 100'ü olduğuna görə bunu 100'ə vursaq 239. 239 ilə 239 gedir. 6 vur 2 biz alırıq neçə? Biz alırıq 12 vurulsun 10 üstü 23 mega elektron volt. Yəni baxın. Ona görə də doğru cavabımız isə olacaq 1,12 vurulsun 10. Yəni bunu bir dənə 100'ə 10'a bölməklə biz buna edəcək 1,12 vurulsun 10 üstü 24 mega elektron volt. Doğru cevabımız olacak B variantı. Yine qeyd edirəm. Burada 4 testi, 4 veya 5 testi. Mesela birində sizdən kütləni soruşacaq, birində yəni bir nüvənin enerjisini, yəni bir nüvə bölünəndə enerjini soruşacaq. Elə qiymətləri yerinə qoymaqla bu düsturdan istifadə edib həll edə bilərsiniz. Məsələn, burada nə yazır? 200 mega elektron volt enerji ayrılır, bir nüvə bölünər. Yenə ümumi nüvəni soruşur bizə. Baxaq 61 nömrəli testdə. 61 nömrə testi isə reaksiyanı tamamlamalıdır. Deməli, burada proton, üstəgəl sual işarəsi və 2 dənə də alfa zərrəli. Reaksiyanı yazaq. Gəlin, reaksiyanı biz nə formada yazırıq? Deməli, protondursa, kütlə və yük ədədinə 1 yazırıq. Üstəgəl bura yazırıq X, A, Z bərabərdir. Ox işarəmiz 2 alfa zərrəci yazırıq. Helium 2, 4. Deməli, biz burada X elementinin A'sını tapmalıyıq. Burada 2 vur 4, 8. Mesela yazırıq 1 üstəgəl A bərabərdir 8'ə. Buradan da tapırıq ki, A'mız neçədir? A'mız 7'dir. Sonra 1 üstəgəl Z bərabərdir 4'ə. Buradan da Z bərabər neçəyə? Z bərabərdir 3'ə. Deməli 3, 7. Bu bizdə hansı element oldu? Lityum izotopu oldu. Eyni ilə 62 nömrəli testdə bu qayda ilə yazırsa, sadəcə burada indi 2 alfa zərrəcik yox, 3 alfa zərrəcikdir. Bura 3 yazacaqsınız. Baxın 3. 3 yazanda isə artıq biz burada, gəlin sileyim bu hissəni mən. Yenidən onun da həllini yazaq. Burada 3 biraz səliqəli olsun. Bura 3 alfa, burada 3 yazaq. Deməli, reaksiyadan əvvəlki kütlə ədədləri 1 üstəgəl A, buradan bərabərdir 3 vur 4 bizə olacaq 12. Buradan A-nı tapırıq 11. Baxaq. Elə 11 ilə tapanda burada bir dənə hansı variant? D variantı var. Yük ədədini də tapaq. Dəqiqləşdirək. 1 üstəgəl Z bərabərdir 3 vur 2 tapırıq 6. Buradan da Z-imiz nəyə bərabərdir? Z-imiz bərabərdir 5'ə. Doğru cavab oldu bizdə hansı variant? D variantı. Keçək digər səhifəmizə. Digər səhifəmizdə məsələn 63 nömrəli, 64 nömrəli testlər eyni tipli testdir. Testlərdən yalnız birini mən sizə qeyd edəcəm. Burada nə verilib bizə? Burada verilib ki bizə deməli bir cism maqnit sahəsinə yerləşdirilmiş Wilson kamerasına alfa zərrəcik daxil olur və K trayektoriyası üzrə hərəkət edir. Deməli bu K bizdə alfa zərrəcikdir. Qeyd edək ki, alfa zərrəcik də müsbətdir. Bu deməkdir ki, 1, 2 də elə müsbətdir. Yəni müsbətlər sol tərəfə gedir. 5 ilə 4 isə mənfidir. 3 istiqamətini dəyişmək bu yüksüzdür. Və bizdən soruşur ki, həmin sahə, yəni bir cism maqnit sahəsində həmin sürətlə sahəyə daxil olan protonun trayektoriyası hansı olar? Qeyd edək ki, proton müsbət olduğuna görə o da alfa zərrəcik tərəfdir. Trayektoriyası ya 1 olmalıdır, ya da 2. Bunu dəqiqləşdirmək üçün biz hansı düsturdan istifadə edəcəyik? Baxırıq. Bir cism maqnit sahəsində mən impulsun düsturlarını yazıram. MV bərabərdir R kübü.
Əvvəlcə bu düsturu alfa zərrəcik üçün yazaq. Yəni onun trayektoriyası üçün. Deməli R bərabərdir. MV bölünsün yazaq QB. Baxın, alfa zərrəciyin kütləsi protonun kütləsindən 4 dəfə böyükdür. Yuxarı yaz, sürət eynidir, induksiya da eynidir. Kütləsinə surətə yazırıq ki, 4m proton. Yükü isə 2 dəfə böyükdür, 2q proton. Buradan biz onda alfa zərrəcik üçün nə alırıq? Alfa zərrəcik üçün alırıq 2m protonu bölünsün nədir? Q proton. Sonra həmən düsturu biz proton üçün yazırıq. R proton bərabərdir. Proton üçün yazanda onda protonun kütləsini elə m proton, yükünə də q proton yazırıq. Burada sürətlər, bir də induksiya eynidir. Baxın, sürət və induksiya. İndi baxaq. Təsəvvür edin ki, alfa zərrəciyin trayektoriyası üçün 2 aldıq, amma proton üçün 1 aldıq. Biz nə aldıq? Alfa zərrəciyin, protonun trayektoriyası alfa zərrəciyin trayektoriyasından nə olmalıdır? Kiçik olmalıdır. Əslində burada radius kimidir. Axı burada bir çevirəcəz var. Proton üçün biz nəyi seçirik buradan? Biz seçirik 1'i. Sonra digərində isə bizdə deyir ki, həmin məsələn K trayektoriyası üzrə proton daxildir. Deməli indi bunu K-nı indi proton verir. Bizdən alfa zərrəciyi soruşur. Biz qeyd etdik ki, alfa zərrəciyi yükü və kütləsi protondan böyük olduğuna görə alfa zərrəciyin hərəkət trayektoriyası da, yəni alfa zərrəciyin trayektoriyası protondan neçə dəfə böyük olacaq? Protondan 2 dəfə böyük olacaq. Ona görə doğru cavabımız olacaq hansı? Doğru cavabımız olacaq 2. Sonra 65 nömrəli testdə deyir ki, radioaktiv nüvələrin sayı 6 sutkada 4 dəfə azalmışdır. Bu elementin radioaktiv nüvələrin sayı 12 sutkada nə qədər azalır? Buradan biz məsələn şifahi də həll edə bilərsiniz, amma yazı forması sizin üçün daha rahat olar. Deməli 6 sutkada 4 dəfə azalıbsa, burada periodu taparsınız. İstifadə edəcəyiniz düstur n bərabərdir, n0 vurulsun, 2 üstü mənfi kiçik t bölünsün böyük t. 6 sutkada 4 dəfə azalıbsa, n'in yerinə n0 böl 4 yazanda burada alırıq 4'də 1 bərabərdir. 2 üstü mənfi 6 bölünsün t. 4'də 1 2 üstü mənfi 2 olub. Burada alırıq 2 üstü mənfi 6 böl t. Buradan periodu tapırıq. Biz periodu neçə tapdıq? Biz periodu tapırıq 3. Əsaslar eynidir, qüvvətləri bərabərləşdirir. İndi deyir ki, 12 sutkada neçə dəfə azalar? Yenidən yazırıq. N bərabərdir. Deməli, N0 vurulsun. 2 üstü mənfi. Zamanı bizə 12 verir. Periodu da 3 tapmışıq. Buradan alırıq ki, N bərabərdir. N0 vur. 2 üstü 12'ni bölsə 3'ü alırıq. Mənfi 4. Buradan da alırıq ki, n bərabərdir. n0 bölünsün. 2 üstü mənfi 4 də bizə neçə verəcək? 2 üstü mənfi 4 bizə verəcək 16'da 1. Deməli, nüvələrin sayı neçə dəfə azaldı? 16 dəfə azaldı. Sonra keçirik digər testimizə. Digər testimiz isə 66 nömrəli testi. Bu radioaktivliklə bağlı bir testi. Radioaktivliyi mən sizə keçəndə həmin radioaktiv çevrilmə zamanı nələr baş verir? Radioaktiv çevrilmə zamanı, demək, radioaktiv alfa çevrilmədirsə bu 2-4'dür. Qeyd etmişdik ki, radioaktiv çevrilmə zamanı elementin kütlə ədədi 4 vahid, yük ədədi isə 2 vahid azalır. Gəlin baxaq. Yük ədədi 2 vahid azalırsa, burada protonun sayı da, elektronun sayı da, deməli, protonun, elektronun, neytronun sayı, üçünün də sayı 2 vahid azalır. Baxaq. Proton sayı 2 vahid azalır. Deməli, 1 doğrudur. Sonra kütlə ədədi 4 vahid azalır. Bu da doğrudur. Nüvədəki neytronların sayı da 2 vahid azalır. Bu da doğrudur. Deməli, 5 də doğrudur. Doğru cavabımız oldu. 1. Proton sayı 2 vahid azalır. Kütlə ədədi 4 vahid azalır. Neytronların sayı bu da 2 vahid azalır. 1, 3, 5. Digərləri də eynisidir. Yəni 67 nömrəli testə baxırıq. 67 nömrəli testlər bizdə. Deməli, alfa çevrilmədə, alfa çevrilməyə uyğun. Məsələn, yazıb ki, nüvənin kütlə ədədi 4 vahid azalır. Deməli, alfa çevrilməyə bizə uyğun gəldi 4. Sonra yük ədədi dəyişir. Deməli, gəlin 3 bizdə qammadır. Yük ədədi dəyişmir. Qamma çevrilmə zamanı nə yük ədədi dəyişir, nə də kütlə ədədi. Bura yazırıq y. Keçək beta çevrilməsinə. Nüvənin yük ədədi 2 vahid azalır. Yük ədədi 2 vahid azalırsa, bu bizdə alfa çevrilmədir. DB.
Sonra kütlədədir. Kütlədədir 2 vahid azalır səhvdir. Nüvənin yük ədədi. Nüvənin yük ədədi 1 vahid azalır. Bu da beta çevrilmədədir. Deməli, nüvənin yük ədədi 1 vahid artır. Beta çevrilmədə A variantı. Deməli, bizdə nələr oldu? 1'ə getdi. Yəni, alfa çevrilməyə getdi. 1. Deməli, kütlə ədədi 4 vahid azalır. Yük ədədi 2 vahid azalır. Sonra beta çevrilməyə nə getdi? Nüvənin yük ədədi 1 vahid artır. Çünki orada kütlə ədədi dəyişmir. Yük ədədi 1 vahid artır. Z plus 1. Gamma çevrilmədə isə nüvənin yük ədədi. Çünki gamma çevrilmədə nə yük ədədi, nə tutaq ki A dəyişir, nə də Z dəyişir. Heç biri dəyişmir. Burada var ki, nüvənin kütlə ədədi 4 vahid azalır. Bu heç birinə getmir. Oldu, baxın, bu da bizim cavabımız. Digəri isə ətraflı suallardır. Ətraflı suallar elə də çətin deyil. Çünki oxşar testləri biz çox həll elədik. Bunların içərisində mən sizin üçün həll edəcəm burada 10 nömrəli test ki, 10 nömrəli testdəndir. Məsələn, baxın, 7 nömrəli testdən həll etdik biz. Hegel ağacında kondensatorun tutumu verib, gərginliyi verib, elektronu verib. Burada indi elektronların sayını soruşur. Yazırıq C bərabərdir. Q-nün yerinə N-yə yazıb, O-ya nə edəcəksiniz? Böləcəksiniz. Sonra 8 və 9 nömrəli testin, baxın, düsturunu yazdım bayaq sizin üçün. Düsturumuz nə idi? Deməli, U bərabərdir. M vurulsun NA bölünsün malyar kütlə vurulsun U0. Və nəhayət baxırıq 10 nömrəli testə. 10 nömrəli testdə bizdən nə soruşur? Deməli, alfa radioaktiv nüvələrin başlanğıc sayı. Əvvəlcə nə edəcək? Alfa şüanın yük ədədi, alfa zərrəciyin yük ədədi, alfa zərrəciyin yükü müsbət 2,7. Sonra başlanğıc nüvələrin sayı. Başlanğıc nüvələrin sayı N0 2 vurulsun 10 üstü 13'dür. Sonra T bərabərdir 2T müddətində bizdən nə soruşur? 2T müddətində preparatı tərk edən alfa zərrəciklərin ümumi yükünü tap. Bax, bu bir alfa zərrəciyin yüküdür. Deməli, ümumi yükü tapmaq üçün və özdə hansıları deyir ki, tərk edənləri. Delta N vurulsun Q alfa. Tərk edənlər üçün bizim düsturumuz var idi ki, ümumi bərabərdir. Delta N bizdən N0 vurulsun 1 çıxılsın. 2 üstü mənfi kiçik t bölünsün böyükdür. Vurulsun Q alfa. Buradan qiymətləri yerinə yazmaqla məsələmizi həll edə bilərik. Gəlin qiymətlərini yazaq. N0'umuz nədir? 2 vurulsun 10 üstü 13'dür. Sonra 1 çıxılsın 2 üstü mənfi t bölü t. T'ni bizə 2t verir. Bura 2t yazsaq, t ilə t gedir. 2 üstü mənfi 2 bizə 4'də 1 verir. 1'dən də 4'də 1 çıxanda burada olacaq bizdə 4'də 3. Q alfa. Alfa zərrəcin yükü elektronun yükünün 2 mislidir. Elektronun yükünü də verib 1,6 vurulsun üstü mənfi 19. Mən birbaşa yazıram, buraya yazıram. 3,2 vurulsun 10 üstü mənfi 19. Buradan hesablamamızı aparaq. Burada gəlin biraz rəngi dəyişim. Deməli 10 üstü 13 ilə 10 üstü mənfi 19 istə getsə bizdə qalacaq burada 10 üstü mənfi 6. Sonra 2 ilə bu 4'ü aparsaq ise 2, 2 ilə də 3,2'ni x-lar aparsaq qalır bizdə 1,6. 3'ü də 1,6'ya vursaq, deməli preparatı tərk edən ümumi alfa zərrəcinin yükü 4,8 vurulsun 10 üstü mənfi 6 kulondur. Və 10 üstü mənfi 6 da bizdə mikrokulon olduğuna görə biz tapırıq 4,8 mikro 4,8 mikrokulon, mikrokulon. Bu da oldu bizim cavabımız. Deməli, videonu saxlayıb yenidən buna diqqətlə baxa bilərsiniz. Səhv etmirəmsə 2 belə test olmalıdır. Digər səhvəmizdə isə yəqin bizim testimiz yoxdur. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayın. Sağ olun.